Təsəvvür edin, sizə indi 1 milyon dollar nəqd pul versəm, nə hiss edərsiniz? Sevinərsiniz, minnətdar olarsınız, əhvalınız yüksələr. Yaxşı, bəs desəm ki, sizə 10 milyon dollar verəcəm, amma sabah oyanmayacaqsınız. Bu pulu götürərsiniz? Əlbəttə ki, yox. Deməli, sadəcə sabah oyanmaq 10 milyon dollardan daha dəyərlidir. Bu insanın baxış bucağını dəyişir. Onda sual verirəm. Əgər sabah oyanmaq 10 milyon dollardan daha dəyərlidirsə, niyə hər səhər 10 milyon dollar qazanmış kimi oyanmırıq? Niyə səhər açılan kimi şikayət başlayır? Bu yoxdur, o alınmadı, dünya ədalətsizdir, mən bacarmıram, məni anlayan yoxdur, mənim şansım yoxdur. Biz artıq ən böyük sərvəti qazanmışıq. Yeni bir günü. Gün pis keçə bilər, plan alınmaya bilər. İş çətin ola bilər, amma biz oyanmışıq. Bu o deməkdir ki, hələ şans var, hələ dəyişmək olar, hələ qazanmaq olar, hələ formaya düşmək olar, hələ münasibətləri düzəltmək olar. Bəs biz niyə şikayət edirik? Əsl problem odur ki, həyatın çətinliyi problem deyil. Əsl problem oyanmağın dəyərini unutmağımızdır. Amma biz onu adi hesab edirik. Bəlkə problem pulda deyil, bəlkə problem baxış bucağımızdadır. Bugün normal adi günlərdən biridir. Fevral ayının 23-üdür. Sual budur. Sən bu günü nə qədər dəyərli edəcəksən? Bu videonu sona kimi izlədinsə, düşün və paylaş. Çünki oyana bilmək 10 milyon dollardan daha dəyərlidir. Unutma, bugün oyanmayanlar da